Hər gün test edirik. 4-cü gün. Azərbaycanda erkən tunc dövründə cəmiyyətin həyatında baş vermiş dəyişikliklərə aiddir. Ovçuluq əsas peşəyə çevrildi, səhvdir, aid deyil. Ovçuluq qədim zamanlardan bəri var idi. Köçmə yaylar maldarlığı meydana gəldi, doğrudur. Bunu doğru qəbul edirik. Soxa əkinçiliyinə xış əkinçiliyi ilə əvəz edildi, doğrudur. Götürürük bunu. Əkinçilik və maldarlıq bir-birindən ayrıldı. Bu da birinci ictimai əmək bölgüsüdür. Bu da doğrudur. Demək oldu 2, 3, 4. Xışın ixtira olmasının nəticəsinə aiddir. Əkin sahələri genişləndi, doğrudur. Sənətkar tacir qrupu hələ son tunc dövründə ayrılacaqlar. Hələ o vaxtda var. Xış erkən tunc dövründə meydana gəlir. Daha çox məhsul əldə etmək mümkün oldu. Bu da doğrudur. Çünki xışın gətirdiyi nəticələrə aiddir. Təbii sərvətlər istifadə üsulları formalaşdı. Bu hələ ona aid deyil. Demək 1 və 3 götürürük. Orta tunc dövrünə aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Demək, orta tunc dövründə ikinci ictimai əmək bölgüsü baş vermişdi. Sənətkarlıq ayrılmışdı. Boyalı qablar mədəniyyəti formalaşdı. Son ictimai əmək bölgüsü hələ son tunc dövründə olacaq. Ora var. Kürəraz mədəniyyəti erkən tunc dövrünə aiddir. Xış əkinçiliyin mövcud olması bu da doğrudur. Çünki xış əkinçiliyi erkən tunc dövründə yaranmışdı. Demək, o dövrdən bəri mövcud idi. Götürürük 1, 2, 5.